Xoş gördük dostlar. Salih Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri. Bu yaxınlarda vəzifəsindən azad edildi. Hal-hazırda biz ona keçmiş sədr deyə bilərik. Salih Məmmədovun haqqında yerli mətbuatda bir sıra iddialar irəli sürüldü. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, qüsurların araşdırılması, maliyyə pozuntularının yoxlanılması ilə bağlı bir sıra iddialar yer aldı. Bu iddialar hələlik rəsmi şəkildə təsdiqini tapmayıb. Azərbaycanda Salih Məmmədovun kifayət qədər zəngin bir şəxs olduğu haqqında təəssüratlar mövcuddur. Və dünən xarici ölkələrdən birində yaşayan jurnalist həmkarlarımızdan Cavanşir Həsənli bir paylaşım paylaşdı. Salih Məmmədov Almaniyada özünə 24 hektar torpaq sahəsi alıb. Bununla bağlı faktlar var və şəkillər, fotolar paylaşılıb. Fotolarda qeyd olunur ki, bu ərazini Salih Məmmədov alıb. Yəni, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Salih Məmmədov. Bu fakt hələlik rəsmi təsdiqini tapmayıb, amma sosial şəbəkələrdə ciddi maraqla qarşılanıb və ciddi izləyicilər tərəfindən belə deyək, rəylər yazılıb.